Hər kəsə bugünkü izahım termodinamikanın əsaslarından, test toplusundan yenə ətraflı suallar olacaq. Həmişə kimi yeni daxil edilmiş ətraflı suallar olacaq. Başlayıram 14-cü sualdan. Burada bizə deyir ki, bir atomlu ideal qazın halının dəyişməsi PV diaqramında verilmişdir. Qapalı 1, 2, 3, 4, 1 hissəsində, prosesində qazın xarici qüvvələr üzərində gördüyü iş A' olarsa, diaqramın 1, 2, 3 hissəsində qazın gördüyü işi hesablayaq. Baxaq, indi deyir ki, 1, 2, 2, 3, 3, 4, 4, 1. Görürük ki, bu proses qapalı prosesdir. Qapalı prosesdə də görülən iş bu fiqurun sahəsinə bərabərdir. Fiqurumuzun sahəsini hesablayaq. İndi A bərabərdir. Deməli, 1, 2, 3 bölgü bura, 1, 2, 3, 4 bölgü də bura eləyəcək 12. Deməli, bizim A'-imiz 12-yə bərabərdir. Deyirək ki, görülən iş A'-dir. Yəni, bu hissəmizin gördüyü iş buradır və baxın, bu hissəmiz sahəsini tapmış olduq. İndi deyir ki, 1, 2, 3 hissəsində. İndi isə soruşur 1, 2, 3 hissəsində. Baxın, 1, 2, bir də bax bu hissədə görülən işi. Burada görülən iş isə baxın 1, 2 hissəsində. 1, 2 hissəsində onsuz da iş görünmür. Çünki izahar prosesdir. Bizə nə lazımdır? Yəni 2, 3 hissəsində görülən iş lazımdır. 2, 3 hissəsində isə görülən iş, belə deyək də, qrafikin altında qalan sahədir. Baxın, bu sahədir. İndi bunu da hesablasaq, deməli 1, 2, 3, 4, 1, 2, 3, 4. Deməli, A' bərabərdir. Bu A' 1 yazaq, burada 2 yazaq. 4, 4 saydım da 16-ya. Deməli, amma bizə deyir ki, neçə A' ilə yazacağıq da. Deməli, A'-in, A'-1-in, A'-2-yə nisbəti bərabər. Birincimiz nə idi? 12, digəri isə 16 idi. Buradan bizdən A'-imizi soruşur. Hər tərəfə 4-ə bölünsə, burada qalar 4, burada qalar 3. A2 bərabərdir. Nə almışdıq? Deməli, tənsib üçün vuraq. Aydın yazaq. Nə aldıq deməli? 3A2' bərabərdir 4. A1'ə bizdən də A2 lazımdır. A2 bərabərdir 3-də 4. A'. Deməli, ikinci hissəmizdə görülən iş, 3-də 4 A' bərabər imiş. Sonra baxıram növbəti suala. 15-ci sualda da yəqin ki, oxşarıdır. Deyir ki, bunların hamısını izah eləyəcək deyirdim, hamısını izah eləməyəcəm, eləyərəm. Deyir ki, bir atomlu ideal qazın halının dəyişməsi verilmişdir. Diaqramın 1, 2, 3 hissəsində xarici qüvvələr qaz üzərində 100 joule iş görür. Baxaq indi 1, 2, 3-ə. Baxın, 1, 2 və bu hissə. 2, 3-də. Yəni, 2, 3 hissəsi yenə izahardır, onsuz da iş görülmür. Deməli, iş harada görülüb? Baxın, bu hissədə iş görülüb. Nə qədərdir bura? PV ilə hesablayaq da, belə deyək də, yenə də qrafik altında qalan sahə ilə. Yəni, bizim görülən işimiz A-mız PV, o da nəyə bərabər olacaq? 4-ə. Yəni, bizim, belə deyək də, bunu A bərabərdir 4 PV yazaq. O da neçə verib bizə? 100 joule verib. Deməli, bizim PV-miz nəyə bərabərdir? 25. Yəni, belə deyək də, 1 PV-miz 25-dir. P-miz 1, V-miz 1 dama olandadır. İndi bizdən soruşdur 1, 2, 3, 4, 1. Ümumi. İndi bizdən soruşur ümumini. Buranı pozuram. Tapmışıq ki, bizə lazım olan, baxın, bizə bu lazımdır. Bunu burada işarəliyim qalsın. İndi bizdən soruşur qapalı prosesdə. Yəni, bayaq kimi qapalı prosesdirsə, fiqurun sahəsini tapırıq. Bu fiqurun sahəsi. Bu da 1, 2, 3, 1, 2, 3, 4. Deməli, 3, 4, 12 PV-ni soruşur, yəni bizdən. O da bərabərdir 12 vurulsun. PV-mizi 25 almışdıq. 12 vurulsun 25. 12 vurulsun 25 eləyər 300. Amma indi burada bir dənə şeyə baxaq, bir dənə diqqət eləyək. Burada pozuram. Yuxarıda sual baxaq. 14-də bizə deyirdi ki, işarəmiz baxın, sadə əqrəb istiqamətindədir. 1, 2 sadə əqrəb istiqamətində isə görülən işimiz müsbətdir. Xarici qüvvənin, yəni qaz üzərində gördüyü iş müsbətdir. Sadə əqrəbin əksi istiqamətdədirsə, xarici qüvvələrin qaz üzərində gördüyü iş mənfidir. Ona görə 15-in cavabı olur mənfi 300. Sonra 16-ya baxaq. Eyni tiplərdəndir. Deyir ki,
1, 2, 3-də 500-dür. Baxın, 1, 2, 3-də, yəni burada görülən iş 500-dür. İndi bizə burada görülən işi soruşursa, dediyim kimi, yenə izaharca bu hissədə onsuz iş görülməyəcək. Bizə lazımdır yuxarı. Yəni burada görülən iş 500-dür. Deməli, bax, bu ümumi fiqurun sahəsidir. 500. Yəni, bax, bu ümumi S ümumimiz bizim 500-dür. Sonra deyir ki, 1, 4, 3. Bir dəqiqə, indi bunu başqa rəqəm işarə eləyək. 1, 4, 3. 1, 4, 4, 3. Bu hissədə görülən iş 300-dür. Yəni, tək bu aşağıdakı balaca fiqurun sahəsi var. Ha, baxın, baxın, bax, bu fiqurun sahəsi də 300-dür. Aha, burada deməli 300-dür. İndi bizdən soruşur ki, 1, 2, 3, 4, 1. İndi bura baxın. 1, 2, 3, 4, 1. Baxın, bu hissədəmi? Baxın, baxın, bax, buradır. Bizdən də buranı soruşur. Bizə, bax, indi buranı tapmalıyıq. Bayaq tapdıq ki, bura ümumi, indi pozum. Bayaq tapdıq ki, bura ümumi 500-dür. Baxın, bura 500-dür. Aşağı hissə tək 300-dürsə, bizdən bu ortanı soruşursa, belə deyək də, baxın, bu hissəni soruşursa, nə etməliyəm? 500-dən 300-ü çıxmalıyam. Belə deyək də, ortadakı fiqurun sahəsini tapım, o da eləyəcək 200 joule. Deməli, görülən işimiz nə qədər idi? 200 joule idi. Yəni, bunun ən rahat tapılmaq yolu, belə deyim də, belədir. Bu cürədir. Uzun-uzun tapmaqdansa, mənim üçün ən rahatı bu cürdür. Sonra baxıram növbəti suala. 17-ci suala baxıram. 17-ci sualda bizə deyir ki, verilmiş kütləli bir atomlu ideal qaza 3 prosesdə Q bərabərli 100 joule istilik miqdarı verilmişdir. Onun gördüyü işi daxil enerjinin dəyişməsini cədvəldə verilmişdir. Prosesdə bizdən deyir ki, proses ardıcıl olaraq qrafikimizi quraq. Nəyin grafikini quraq? Bir dəqiqə onu verilmişdir. PV qrafikin. Birinci qrafikimizi quraq, ondan sonra ardıcıl baxacaq. Deməli, P-nin V-dən asılıq qrafikimizi qurmalıyıq. Baxıram birinci prosesə. Baxın, birinci prosesdə baxıram ki, 100 joule istilik miqdarı verilib. Onun hamısı daxil enerjinin dəyişməsinə sərf olunub da. Deməli, Q bərabərdə delta U olub. Demək ki, A burada nə olub? 0 olub. A 0-dırsa, nə vaxtda A 0 olub? İzahar prosesdə. İzahar prosesdə, mən P-ni V-dən çəkdim, V-ni T-dən olmalıdır. İzahar prosesdə həcm sabitdir. Birinci hissədə həcmimi sabit çəkirəm. Və daxil enerji artır da. Bunu belə çəkdim. İndi baxıram ikinci prosesə. Bu birinci prosesimiz idi. İndi baxıram ikinci prosesə. İkinci prosesdə baxıram ki, Q-müz A-X bərabər. Yəni, burada da daxil enerjinin dəyişməsi sıfırdır. Daxil enerjinin dəyişməsi sıfırdırsa, demək ki, bu izoterim prosesdədir də. İzoterim prosesdə də nə sabitdir? Temperatur sabitdir. İkinci hissəmi də belə temperaturu sabit edirəm. Bu oldu temperatur sabitdir. Həcmimiz artdı. Bu belə. Sonra baxıram digər hissəyə, üçüncü hissəyə. Üçüncü hissəyə baxıram ki, 100 joule istilik verilib, 60-ı daxil enerjinin dəyişməsinə sərf olunub, 20-si də işin görülməsinə sərf olunub. Demək ki, bu izobar prosesində həm daxil enerji dəyişib, həm iş görülüb. Yəni, Q bərabərdir delta U plus A' olub. Bilirik də, 0,6 hissəsi daxil enerjinin dəyişməsinə sərf olunur, 0,4 hissəsi isə işin görülməsinə sərf olunur. Bunu da bildik. Deməli, bu prosesdə nədir? İzobar prosesdir. İzobar prosesdə bilirik ki, P T-dən düz asılıdır. Bir də qırıq-qırıq xəttləri gətirirəm ki, yəni düz asılı olduğu bilinsin də. Bunu qeyd eləmədim. 1, 2, 2, 3, 3, 4 prosesi baxaq. Bu da ki, bizim oldu sonuncu hissəmiz, yəni izobar proses olan hissə. Bu da belə. Sonra baxıram 18-ci suala. 18-ci sualda deyir ki, -10 dərəcə temperaturlu buz qızdırıldıqda 30 dərəcə Selsi temperaturlu suya çevrilir. Bu prosesdə maddənin daxili enerjisinin temperaturdan asılılığını uyğun temperaturlar qeyd eləməklə qurun bu zaman fərqli hissələrdəki baş verən prosesləri və daxili enerjinin dəyişməsi. Deməli, qrafikimizi quraq deyir. Qrafikimizi qururuq. Birinci daxil enerjinin zaman asılılığını çəkim, sonra qalanlarını danışacağım. Bir dənə belə qrafik çəkirəm. Deməli, bu zaman deyil, başlayayım temperaturdan. Temperatur dərəcəsi Selsimizdir. Yuxarımızda daxil enerjimizdir. Enerji mahiyyəti olduğunu da belə qeyd edək.
Deməli, neyniyək bu cisimimiz birinci? Burası 0 temperaturdur. Gəlin temperaturları da müəyyən edək. Bura mənfi 10-dur. Mənfi 10-dur. Digər tərəf isə buraları da bir yerə 30-u qeyd edirəm. Deməli, nə olur? Mənfi 10 temperaturlu buz qızdırılır. Deməli, buz qızdırıldı. Qızdırılırsa neyniyir? Temperaturu azalır da. Belə deyək. Mənfi 10-dan, yəni gedir də mənfi 9, 8, 7, 6, 5, 4, 3, 2 gəldi çatdı temperaturu 0-a. Temperatur 0 oldu. Nə hadisəsi baş verdi? Axı 0 olan kimi birdən-birə temperaturu artmır. Bir 0 temperatura gəldi çatdı. Axı bilirik bu 0 dərəcə Selsidə əriyir, su da 0 dərəcə Selsidə donur. Gəldi 0 dərəcəyə çatdı. Baxın, hal-hazırda 0 dərəcədə. 0 dərəcəyə çatdı. Bir sizə ərimə donmada temperatur dəyişmir. 0 dərəcədə qalır, temperatur dəyişmir, amma daxili enerji artır. Bunu belə qoyaq. Daxili enerjimiz artdı. Daxili enerjimiz artır. Buz tamamilə əriyir. Əriyəndən sonra başlayır su qızmağa. Su qızırsa təbii ki, daxili enerji də artır, temperatur da artır. Hara qədər qızır bizim bu suyumuz? Temperaturun 30 dərəcə Selsi olan halına qədər də suyumuz qızır. Bu da oldu bizim, U hərfi deyə V-yə oxşaya bilər. Bu da oldu bizim U-nun T-dən asılılıq qrafiki. İstiqamətləri də qeyd elədik, nəyin necə dəyişdiyini də demiş olduq. İndi baxıram 19-cu suala. Deyir ki, verilmiş kütləli bir atomlu ideal qazın dəyişməsi PT qrafikində verilmişdir. Diaqramın 1-2 hissəsində aldığı istilik miqdarı 100 jouldur. Deməli, birinci 1-2 hissəsinə baxıram. 1-2, 3-də soruşur ki, nəyə bərabərdir? Birinci 1-2 hissəsinə baxıram. 1-2 hissəsində izah hardır? İzah hardırsa iş görülmür. İş görülmürsə, deməli bizim Q'müz bərabər delta U-ya, yəni 2-də 3 nÜRT-dir. Mən 2-də 3-ü birbaşa 1/5 yazıram. 1/5 nÜR delta T-dir də. Baxın, 1-dən 2-yə keçəndə bizim delta T-miz eləcə 2T0-dan T0 çıxanda T0 oldu mu? Bəli, oldu. Deməli, bizim 1-2 hissəmizdə daxil enerjimizin dəyişməsi 1/5 nÜR T0-da. Bizə də bunu verib ki, 100 jouldur. Yəni, 100 bərabərdir 1/5 nÜR T0. Bunu yazdım. İndi deyək ki, 2-3 hissəsində tapın. Baxıram ki, 2-3 hissəsində də izobar prosesdir. Gəlin, bunu mən bir qaralayım, bu bizə lazım olacaq. İndi baxıram ki, deyir ki, bizə 2-3 hissəsində. 2-3 hissəsi izobar prosesdir. Bilirik ki, izobar prosesdə daxil enerji, yəni daxil enerji soruşur, istilik soruşur. Q'müz bərabərdir 2-də 5 nÜRT-dir. Hardan alındığını da deyim. Q bərabərdir delta U. Buradan aşağıdan yazın. Q bərabərdir delta U üstə gəlsin A ştrixdir. Delta U'muz 2-də 3 nÜRT-dir. A ştriximiz də eləcə nÜRT-dir. 2-də 3 nÜRT-nin üstə nÜRT gəlir, eləyir 2-də 5 nÜRT. Bu buradan alındı. İndi bizə lazım deyil, sadəcə hardan alındığını dedim. 2-də 5 nÜRT. İndi baxıram, qiymətlərin yerinə qoyum. 2-də 5 nÜR. T-mizə baxıram. Baxın, 2T0-dan 5T0-a gəlib. Yəni, nə qədər dəyişib? 3T0. Yəni, dəyişməmiz 3T0-dır. 3 2-də 5 3T0. 3T böyük T-miz 0. Bu da elədi. Qıraqdan yazmalıydım. Gəlin, bunu qırağa keçirdim. Deməli, 100 bərabər idi 1/5 nÜR T0. Digəri isə 2-də 5 nÜR 3T0. Bu da bərabərdir 2/10, deməli 5-i 2-yə böldüm 2/5. Bu da elədi 7/5 nÜR T0. Aha, indi baxaq. 1/5 nÜR T0-muz 100-dürsə, 7/5 1/5-dən 5 dəfə böyükdür axı. Ya da bunu belə yazaq. 5 vurulsun 1/5 vuraq nÜR T0. Aha, 1/5 nÜR T0-mız 100-dürsə, 5 vurulsun 100, o da eləyər 500. Yəni bu ikinci hissəmizdə, 2-3 hissəmizdə 1-2, 1-2, yəni deməli beləyək 2-3 hissəsində qazın aldığı istilik miqdarı nə qədər olur? 500. Bizdən soruşur 1-2-3 hissəsində. 1-2-də 100 istilik miqdarı alıb 100 joule, 2-3 hissəsində isə 500 joule
Cəmi nə qədər eləyər? Deməli, 600 joule istilik miqdarı almış oldu. 600 joule. Bu da belə. Ondan sonra baxıram 20-ci sualımıza. Burada bizə deyir ki, verilmiş kütləli bir atomlu ideal qaz üzərində 1, 2, 3 prosesi zamanı görülən A-dır. Bir dəqiqə. 1, 2, 3-də. Gəlin işarə eləyək. 1, 2, 2, 3-də deyə görülən işimiz A-dır. Yəni, hansıdır bu? Baxın, bu fiqurun sahəsi eləyəcək də. Ümumi olaraq, baxın, bu fiqurun ümumi sahəsi eləyəcək. Bunun altında qalar. 2, 3 prosesində 1, 2 ilə 2, 3-də deyir görülən işlər nəyə bərabərdir? Gəlin, bir dənə ümumi fiqurun sahəsini tapaq. Görək, nə eləyəcək? Ayıraq bunu. Bura bir trapez, buradan aşağını bir tapın, 4 bucaq kimi. Yuxarı isə trapesiya kimi baxın. Birinci aşağı baxıram, qırmızıladığım yerə. 1, 2, 1, 2, 3, 4, 5. Deməli, aşağı deyirəm S1-imiz 2, 5 eləyəcək 10, aşağıdakı fiqurun sahəsi. Yuxarıdakı fiqurun sahəsi isə, yəni baxın, bu fiqurumuz da bizim oldu trapesiyamız, yəni S2-miz. Deməli, S2 də bərabərdir, trapesiyadır. Balaca oturacaq, böyük oturacaq 1, 2, 3, 1, 2, 3, 4, 5. İkinci fiqurun sahəsini tapanda isə trapesiyanın deməli aşağı oturacaq 5, yuxarı oturacaq 3, bölürəm 2, vuram hündürlüyü də 2-dir. Deməli 5-in isə 3, 8, 8 2-yə böldüm 10, 10 da 2-yə vurdum 18. Deməli ikinci fiqurumuzun da sahəsi bizə verir 18-i. Demək ki, bu S ümumi bizim sahəmiz 18-dir. Belə yazaq. 18 PV də qeyd edə bilərik də. Bu belə. İndi nəyə soruşur bizdən? 1, 2 və 2, 3 hissələrində. İndi baxıram. 1, 2 hissəsinə. 1, 2 hissəsi, baxın, 1-dən 2-yə budursa, bu zaman bunun qrafik altına qalan sahəsini tapırıq. Yəni, baxın, buranı. Bir də qeyd edeyim, bu S3 18-dir, yəni bu 18-i bizə A verir ki, yəni 1, 2, 3 prosesində A idi da. İndi baxıram 1, 2-yə. 1, 2 prosesində 4 bucaqlı kimi baxırıq. 1, 2, 3, 4 hündürlük N-də 3-dürsə 12. Yəni S1, 2 bərabərdir, eləyəcək 12. Deməli, ümumimiz 18 idisə, S1 2-miz eləyir 12. Yəni, 18, 12-nin hansı hissəsidir? 3-də 2 hissəsidir də, bunu bilirik. Ona görə yazıram ki, S1, 2 bərabərdir, 3-də 2A qeyd eləyirəm. Çünki 18 A idisə, 12, 3-də 2A-dır. S1, 2, 18, 3-də 2A-dırsa, yerdə nə qalır ümumi olması üçün də? S2, 3-də bu zaman olacaq, 3-də 2 olursa, 3-də 1 A-da ikinci olacaq. Yəni, S1, 2, 3-də 2-dir, digəri isə 3-də 1-dir. Eyni qayda deməli, deyir ki, verilmiş kütləli bir atomlu ideal qazın halının dəyişməsi PV qrafiki verilmişdir. Bizə deyir ki, AB hissəsində daxil enerji U0-dırsa, ümumi... Deməli, AB hissəsində daxil enerjini birinci hesablayaq. Deməli, UAB hissəsi yazıram, bərabərdir. 2-də 3, nü-r, delta T-miz nə qədərdir? Baxın, 2 bölgü dəyişib bizim temperaturumuz 2. Yəni 2T0. Burada nə oldu? Yəni UAB bərabər 2-lər ixtisar getdirsə 3, nü-r, T0 alındı. Deməli, bunu bizə verib ki, bu hissə U0-dır. Yəni bizim U0-ımız bərabərdir 3, nü-r, T0-a. Bunu saxlayaq burada, bizə lazım olacaq. İndi keçirəm növbəti hissəyə. İndi deyir ki, BC hissəsində. BC hissəsindən baxıram. BC hissəsinin temperatur dəyişməsi nə qədərdir? Yenə U bərabərdir 2-də 3, nü-r, 1, 2, 3, 4. Baxın, temperatur dəyişməmiz 4T0-dır. 4T0. Bu da bizə verir 6 nü-r T0-ı. 3 nü-r T0-ımız 3 nü-r, ay, yarısını aşağıdan baxdım, yarısını yuxarıdan mən. 20. Yox, düz baxıram. Deməli, BC hissəsində, baxın, AB hissəsində daxil enerjimiz U0-dır. Deməli, tapıram ki, B hissəsindən C hissəsinə gələndə bu zaman üzrün daxil enerjimiz 6 nü-r T0-dırsa, yəni 2 dəfə çoxdur da, bura olur 2U. Yəni, bura U-dur, digər tərəf isə 2U-dur. Bizdən soruşur ümumi ABC hissəsində. Deməli, U birinci hissədir, 2U da ikinci hissədir. Ümumi olaraq bizim daxil enerjimiz nəyə bərabərdir? 3U-ya bərabər olmuş olar. Davam edirik.
22-ci sualdan. Burada deyir ki, verilmiş kütləli bir atomlu ideal qazın temperaturunun eyni qədər artırılması zamanı izoxorik prosesə nəzərən izobar prosesdə sistemə 100 joule çox istilik miqdarı sərf olunub. İzobar prosesdə sistemin daxili enerjisinin dəyişməsini və xarici qüvvələr üzərində gördüyü işi hesablayın. Deməli, biz bilirik ki, birinci prosesləri yazaq. Termodinamikanın birinci qanunu belədir də, bunu bilirik. Dəqiqə yazırım. Q bərabərdir. Q bərabərdir. Delta U üstə gəlsin A-xi yazdıq. Bizə deyir ki, indi gəlin bunu izobar proses üçün də, izoxorik proses üçün də ayrı-ayrı yazaq. Birinci yazıram P bərabərdir konstant olan üçün, yəni Q P üçün bərabərdir. Delta U üstə gəlsin. Üstə gəlsin A' budur. Q bir də həcm üçün yazıram, yəni həcm sabit olanda izoxorik prosesdə A'-dir. İndi bizə deyir ki, şərtə baxaq, deyir ki, izoxorik prosesə nəzərən izobar prosesdə sistem 100 joule daha çox istilik miqdarı lazım olur da. Yəni, belə deyək də, bu deməkdir ki, izobardan izoxora verilən istilik çıxanda, yəni Q izobar P-dən Q V-nə çıxanda bizə 100-ü verir. Q P-miz nə qədərdir? Delta U üstə gəlsin A'. Çıxaq. Bağışlayın, mən nə yazmışam burada? Həcm sabit olanda görüləniş daxil enerjinin dəyişməsinə bərabərdir. İş görülmür axı. Çıxılsın delta U-ya. Çıxıq delta U-ya. Buradan da bərabər aldıq. Bu neçə verir bizə? 100 verir. Həcm sabit olanda görülən iş daxil enerjinin dəyişməsidir. Buradan delta U biri müsbət, biri mənfidir. Nə aldıq? A' bərabərdir 100. Deməli, biz buradan bu nədədir? Yəni, izoxorik prosesdə 100 joule-luq iş görülür də, belə deyək də. Sistemə verilən istiliyi 100 joule-un hamısı yox. İzoxorda hamısı daxil enerjinin dəyişməsinə sərf olunub. Amma biz baxırıq ki, burada izobar prosesdə iş görülmüşdür. İzobar prosesdə 100 joule iş görülür. Bilirik ki, izobar prosesdə, izobarda 0.4-ü işin görülməsinin sərf olunur verilən istiliyin, 0.6-sı da daxil enerjinin dəyişməsinə sərf olunub. Demək ki, neçəninsə 0.4-ü 100 eləyibdir. Demək ki, bu neçəymiş? Yəni, nə qədər istilik miqdarı verilibmiş? 250. Yenə deyirəm, hardan bildim? Çünki 250-yin 0.4 hissəsi 100 joule eləyir. 250 joule istilik miqdarı verilir. Deməli, Q-miz 250-dir. Görülən işimiz 100 joule-dur. Bəs bizdən daxil enerjinin dəyişməsini soruşur. Deməli, daxil enerjinin dəyişməsi delta U da 150 joule-dur. Hardan bildim? Çünki axı Q bərabərdir. Delta U üstə gəlsin A'. Deməli, 250 istilik miqdarı verilibsə, buradan görülən işimiz 100-dürsə, nə qədər daxil enerjinin dəyişməsinə sərf olunur? Deməli, 150-si. Bunu da belə tapmış olduq. Sonra 23-cü sualda deyir, qabda 4 dərəcə Selsi temperaturda su və üzərində temperaturu 0 dərəcə Selsi olan buz parçası var. İstilik mübadiləsi prosesində buz və suyun temperaturu və kütlələrin dəyişməsi haqqında fikirləri izah edir. İzah edək bunda. Buz əriyir. Buz əriyirsə nəyə çevriləcək? Suya çevriləcək. Deməli, buzun kütləsi azalacaq. M suyun kütləsi artacaq. Niyə? Çünki buz əriyir, suya çevrilir. Buzun kütləsi azalır, suyun kütləsi artır. Birlikdə ərimə və donma prosesində temperatur dəyişmir. Yəni, buzun temperaturu konstant qalar, dəyişməyəcək. Çünki 0 dərəcədə əriyir. Suyun temperaturu isə azalacaq. Niyə azalacaq? Çünki su öz enerjisini, belə daxili enerjisini buzun əriməsinə sərf olunur. Yəni, buzun temperaturu neyiniyər? Azalar. Burada qaldı 3 dənə sual, 24, 25, 26. Bayaqdan bir hissəsini izah eləmişəm. Ona görə bunları saxlayacağım. Siz özünüz bunlara baxın. Nə sualınız olsa yenidən məndən soruşarsınız. Baxın, 24-də daxil enerjinin dəyişməsini soruşacaq, 25-də istilik miqdarı ilə soruşacaq, digərini isə işlə bağlı soruşacaq. Hər üçünə aid artıq yazmışıq. Baxın, nə sualınız olsa soruşarsınız.